Dedim ki, ilahi pərvərdigara, bir dənə qapı aç mənə, bəs mən öz işlərimi, öz planlarım var ki, onları həyata keçirdim. Moment axşam bəs gördüm ki, elanda Əhməddə bir obyekt çıxıb, çox ürəyimə yatdı. Getdim obyektə baxdım, obyekt ürəyimə yatdı, qəşəng, gözəl, balacadır, 4 də içəridə susulu var, amma manqalı var, əsas manqalda. Manqalı var, sonra dönər aparatı bir dənə var, bir dənə də alıb qoydum. Bəs orada mənim bir 4000 ya da 5000 pulum var idi, 4-5 bin pulum var idi. O da ki, 3000 var idi, yığmışdım da. 3000 var idi, çünki 3000 var idi, 2000 də loteriya oynayırdım. Loteriyadan 2000 gəlmişdi, 5-i düzəlmişdi. 5-dən işə başladım, yavaş, sən necə, məsələn, bu günlər mənim gün olurdu ki, 50 manat alverim olurdu, 70 manat alverim olurdu, 90 manat alverim olurdu. Özüm işləyirdim. Amma reklam da eləyirəm. Çünki bilirəm ki, bu işi yürütmək üçün birinci növbədə reklam eləmək lazımdır. Maşallah olsun, maşallah. Bakı şəhərinə səs salaq. Balıq əkməyimizin sifarişləri dayanmır. Başlamışıq. Ya getdi. Quliyev Seyran Arazoğlu 2001-ci ildə noyabrın 4-də Şirvan şəhərində anadan olmuşam. 3 saylı məktəbi 9-cu sinifə qədər oxumuşam. 9-cu sinifdən sonra isə Bakı şəhərinə üst tutmuşam. Burada əvvəl Çumun yanında, Mərkəzi Univermağın yanında Salaş Fast Food var idi. Orada yavaş-yavaş paketçi işləməyə başladım. Ki ona qədər olan müddət ərzində mən Şirvan şəhərinin Əli Bayramlı qəsəbəsində anadan olmuşam. Orada yəni böyümüşəm, boya başa satmışam. Varsa 14 yaşıma qədər. Uşaq vaxtı biraz çox dələşuruq eləyirdim. Məktəbdə, sonra biz indi buradan izləyəcək, mənim müəllimlərim izləyəcəklər. Direktorumuz buradan, başda direktorumuz olmalı 3 sönmələr məktəbin Məhərrəm müəllimə təşəkkürümü bildirirəm. Əmmimin sinif yoldaşı idi Məhərrəm müəllim. Ona görə məktəbdə, indi qəsəbənin içində məktəbdə hamı bir-birini tanıyır, qohum-əqrəbə. Ona görə nənəm var idi ortada, əmim var idi ortada. Onlara görə biliyorsan, bizə çox güzəştlər edirdilər, sözün həqiqi mənasında. Amma müəllimlərin başa düşdülər. Allah köməyimiz olsun. 14 yaşıma qədər orada böyüyüb boya başa çatmışam. Artıq mən 9-cu sinifdən məktəbə getmədim ki, qərara gəldim ki, işləyim. Ki, məktəbə gedib onsuz bəs dərslərimizi də yaxşı oxumuruq, yəni yaxınlaşmırıq kitab dəftərə. Bəs işləmək məqsədi ilə mən Bakı şəhərinə gəlmişəm. Onda da birinci dəfə bibimgilə gəldim. Bibimgildə 5-6 gün qaldım. Sonra işə düzələndən sonra, kuryer işinə düzələndən sonra bir kuryer dostum vardı. Onunla bir dənə ev tutdu Nizami tərəfdən. Bəs qalırıq, həm də işimizi görürük. Artıq orada 6-cı ay işləyirdim. Bəs bizdə rəhbər şəxsən qərarı ilə mən manqala köməkçi təyin olundum. Manqalda yavaş-yavaş köməkçi, bəs həmin yerə dönər vardı, onu öyrənirdim. Bəs onu öyrəndən buna baxıram ki, öyrənəcəyim maksimum şey şaurmadır və yaxud da onu. Yenə min şükür, onda ona şükür edirdim ki, onu öyrənmişəm. Öyrənə biləcəyim şey maksimum şaurmanın sosudur. Bunları da bilirəm axı azdan çoxdan. Amma bunları tam bilmirəm. Çünki burada fast fooddur, çörək arasıdır. Bunları böyütmək üçün deməli manqalda böyüməlidir, şiş də böyüməlidir, sən də böyüməlisən. O məqsədlə bəs orada sağollaşdım, halallaşdım. Dedim bəs mən gedirəm inşallah filan yerdə beləsinə bir köməkçi kimi fəaliyyət göstərəcəm. Hüseynik kimi daha doğrusu. Köməkçi kimi fəaliyyət göstərəcəm. O sağ olsunlar bizə elə şərait yaratdılar ki, həmin biz restoranı tapmaqda, orada işə düzəlməkdə də. Bu yavaş-yavaş orada işə düzəldi. Orada hər gün kartuşka, soğan soymaq, mətbəxin qara-qura işləri də. Bir ay keçəndən sonra yavaş-yavaş başlayıram, nə bilim, səhər saat 11-də gəlməliyəm, gəlirəm saat 8-də ki, öyrənməliyəm. Məhz usta orada ət təmizləyir, sümükləri verir ki, məni soymağa, mənim başım beləsinə əllə işləyirəm. Məqsəd var öyrənmək. Mənim atam Ukraynada uzun müddət Sirk Şapito Gruziya, orada onun biznesi olub ki, Şapito, sirk, yəni heyvanlardır, sonra artistlərdir, bir 40-a yaxın, 50-yə yaxın artist olub. Bu rəhbərlikdə, idarəçilikdə bizdə qandan gəlir. Yəni atam özü 1-ci Vətən müharibəsinin döyüşçüsüdür, 701-də, 701 saylı hərbi hissədə, sonra Daşaltıda, Şuşada qazetlərdə adı çıxıb, sonra müəyyən yaş həddinə çatandan sonra Ukraynaya gedib sıfırdan bu işləri orada qurub. Yəni sözümün canı burada bizim qanımızdan, mənim qanımdan gəlir. Yəni bu qandan gəlməlidir. Və atamla həmişə söhbət edəndə atam deyir ki, sən bəs bunu öyrəndə elə bir belə deyim də, rəssamsan, rəsm çəkirsən. Baxırsan, sevirsən, işi sevirsən. Söhbətlər bizim işə olan sevgimizi daha da artırır. İşə olan sevgi artdıqca, deməli,
daha çox sən sevgi ilə işi görəndə daha qəşəng alınır. Yavaş-yavaş mən orada işləyəndən sonra gördüm ki, orada potensial yoxdur. Onu öyrənə bilmirəm, məvacib mənə qane eləmir. Mən özümə inanıram ki, bəs bundan çox bilirəm də, bundan başqa yerə getsəm, məvacib biraz çox olacaq, başqa şeylər də açıq olacam, öyrənə biləcəm. O nöqteyi nəzərdən, məqsədlə mən işdən ayrılmışam, başqa iş tapmışam, getmişəm orada işləmişəm, oradan öyrəndiyimi öyrənmişəm. Yavaş-yavaş əsgər gedənə qədər mən müəyyən qədər yəni maaş alırdım. Hər şey qaydasında idi, belə çıxmasında. Yəni özüm öz paltarımı alırdım, telefonumu alırdım. Yəni öz raskotlarımı qarşılayırdım da. Yəni geninə bolunaya elə artıq pulum da qalırdı. İnşallah yavaş-yavaş əsgər getmişəm. Ağır şəraitdə qulluq eləmişəm. Gedər-gəlməz postunda, Murov istiqamətində, Ömər aşırımında olan döyüşlərdə özüm iştirak eləmişəm. Seyran Quliyev mənim əmim 1-ci Vətən müharibəsinin iştirakçısıdır və şəhididir. Onun adını 2001-ci ildə atam mənə qoyub. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Bu günləri bizim müəssisədə mənimlə birlikdə mənim əsgər yoldaşlarım var ki, artıq 10-15-ə yaxın əsgər yoldaşlarım ki, bir yerdir. Yəni onlar ki, bizim səngər yoldaşlarımızdır. İndi orada hər şey daha aydın olur da. Həqiqətən yəni döyüşdür. Burada söhbət candan gedirsə, orada sən can dostu orada tapa bilərsən. Amma olurdu ki, məsələn üçün dostluq, tanışıq qaydasında da hər şey bir də səs var, o milyamyotun səsi. O gələndə adamın gözünə həqiqətən heç nə görsənmir. Öz canı bir də atırsan ki, harasa nəsə eləyim. Ondan bir dəqiqə sonra yadıma gəlir ki, bəs filan kəs də yanımda var idi. Bəs görürsən ki, orada da şükür Allaha salamatdır qaydasındadır. İnşallah yanvar sonra Kəlbəcərdə xidmət eləmişəm. Noyabrın 25-i 1-ci kolondan Kəlbəcərə daxil olmuşuq. Biz ki, orada 1-ci kolon noyabrın elə bil 10 idi, sonra onlar gec boşaltdılar deyə, yəni Kəlbəcər böyük bir arazisi olduğuna görə onlar öz istəklərinə təhvil vermişlər o rayonu bizə. Orada bir 10 gün uzatdılar deyə noyabrın 25-i 1-ci kolondan biz daxil olmuşuq. Bizim mövqelərimiz bizə verilib. Biz də gedəndə ora noyabrın 25-i dekabr az qalıb, 31 dekabr az qalıb. Gedirsən, bəs qar dizdən, baxırsan 8 metr, 10 metr məsafə var düşmənlə. 8 metr, 10 metr məsafə var düşmənlə. Sözün həqiqi mənasında bizim orada əziyyətimiz çox olub. 9 ay mən Kəlbəcərdən təxris olmuşam. 9 ay mən orada, yəni biz orada yəni patronlar, palatka yığılıb, qar yağır, şəraitsizlik, çayla filan besmişəm. İndi min şükür Allaha ki, komandirlərimiz var, danışırıq, azenkolar tikiblər. Yəni qaydasındadır hər şey. Kəlbəcərdə olduğum müddət ərzində bizdə bir əməliyyat oldu. Əməliyyatın adını demək istəmirəm. Filan nömrəli, filan sayılı əməliyyat oldu. Əməliyyatın məqsədi 91-92-nin yəni xəritəsini bərpa eləmək, Qartalı yerinə qaytarmaq. O əməliyyatda iştirak eləmişəm. Özüm manqa komandiri olmuşam. Tabiçiliyimdə döyüş vaxtı tağım olub, manqalar olub. Buradan mənim bütün komandir heyətimə, bütün əsgər yoldaşlarıma yəni salamlarımı göndərəm. İndi çıxış eləyəcək, bizə baxacaqlar, bizi də yəni tanıyanlar bilir ki, xidmətimiz necə olub, min şükür Allaha. Gələndən sonra xidmətdən, əsgərliyinə gələndən sonra Cənab Prezidentin sərəncamı ilə Kəlbəcərin azad olunması və vətən uğrunda vətən müharibəsi iştirakçısı medalına təltif olunmuşam. Fəaliyyəti davam eləmək lazımdır. Axırıncı çıxdığım yerə qayıtdım. Orada işləmişəm. Oradan işdən çıxandan sonra bəs başqa bir restorana getmişəm, orada da işləmişəm. Burada məqsəd var. Məqsəd var ki, mən restoran işlədəcəm. Ümumiyyətlə, buradan bütün aşpaz kollegalarıma salam göndərəm. Hər bir aşpazın yəni, o məqsədidir ki, restoranı olsun, restoran işlətsin. Amma o məqsədin arxası getmək üçün birinci növbədə mətbəxdən çıxmaq lazımdır. Çünki mətbəx səni orada bağlayıb. Necə deyərlər ki, başa düşsən, sənin işin bu. Nəinki mətbəxdən, sənin üçün silestr işləyirsən, servis açmaq istəyirsən, birinci sən oradan aralanmalısan ki, sənin fikrin quracağın işin üstündə olsun. Çünki sən bir əlində 2 qarpuzu tuta bilmərsən. Mən başladım restoranları dəyişməklə, menyuların üstündə işləməyə, bundan anlayışım olsun, ondan anlayışım olsun. Bəs bunu biləm, onu biləm, amma özüm birinci manqaldan başlamışam, kababdan başlamışam. Şükür Allaha bu günləri o ət, balıq məhsulları, yəni bıçaqla mükəmməl səviyyədə özümə görə işləyirəm. Demirəm, yəni belənsəm hamıdan yaxşı işləyirəm. Yox, məndən qat-qat üstün işləyənlər də var. Bu günləri mən yenə bizim
yaşda böyük aşpaz dostlarımız var ki, onlardan nəyisə yenə zəng eləyib, maraq eləyirik, nəyi necə eləyim. Zəncirvariddə qardaş münasibət var, sənətər, yəni hər şey qaydasındadır. Əhməddə birinci mənim obyektim Əhmədlidə olub. Məzahir Hüseynov küçəsində, Məzahir Hüseynov milli qəhrəmanımızdır. Allah yenə şəhidlərimizə rəhmət eləsin. O küçədə mən məqsədlə işdən çıxdım. Dedim ki, ilahi pərvərdigara, bir dənə qapı aç mənə. Bəs mən öz işlərimi, öz planlarım var ki, onları həyata keçirdim. Moment axşam bəs gördüm ki, elanda Əhməddə bir dənə obyekt çıxıb, çox ürəyimə yatdı. Getdim obyektə baxdım, obyekt ürəyimə yatdı, qəşəng, gözəl. Balacadır, 4 də içəridə sulu var, amma manqalı var, əsas manqalda. Manqalı var, sonra dönən aparatı bir dənə var, bir dənə də alıb qoydum. Bəs orada mənim 4.000 ya da 5.000 pulum var idi, 4-5 min pulum var idi. O da ki, 3.000 var idi, yığmışdım da. 3.000 var idi, çünki 3.000 var idi, 2.000 də lotereya oynayırdım. Lotereyadan 2.000 gəlmişdi, 5-i düzəlmişdim. 5-lə işə başladım, yavaş. Sən necə, məsələn, bu günlər mənim gün olurdu ki, 50 manat alverim olurdu, 70 manat alverim olurdu, 90 manat alverim olurdu. Özüm işləyirdim. Amma reklam da eləyirəm, çünki bilirəm ki, bu işi yürütmək üçün birinci növbədə reklam eləmək lazımdır. Maşallah olsun, maşallah. Bakı şəhərinə səs salam. Balıq əkməyimizin sifarişləri dayanmır. Gördüyümüz babların hamısı sifarişlərdə və arkada paketlərimiz var. Min şükür Allah, bu günləri hamı demək olar ki, reklam eləyir. Amma min şükür ki, yəni o Allah Taala bizə qismət elədi. Mənə qismət elədi ki, mən avqustun 15-i bir dənə çörəyin arasında balığı çəkdim, paylaşdım. Həm var idi, çörək arası balığı mənə qədər də var idi, indi də var. Amma bilirsən nətər, reklamla tanınmaq məsələn üçün çörək arası balıq. Bilirsən var, amma bunun reklamı bu qədər kütlə görməyib. Bu da kütlənin qabağına çıxarmamısan ki, Allah Taala o qapıyı bizə açdı, 15-i paylaşdım, 16-sı artıq mənim həmin videoma 1 milyona yaxın baxış gəlmişdi. Həqiqətən reklamın gücünü mən orada gördüm. Səhər-səhərdə saat 10-da obyekti gəldim, görəm obyektin qabağında 10 nəfər yanım. Mən də reklamını görüblər, görən kimi aç balıq ver, balıq yoxdur, 6 dəyə balıq var. Şimdi balıq qardaş, nə var ya, niyə? O şimdi qaçdım bazardan, aldım, gətirdim, balığı düzəltdim. Dedim, yox, bu beləncə olmayacaq da, səhərə balığı deməliyəm. Mən də balığı obyekti birinci gün açanda yığmışdım hopdavoyu ki, bəs qardaş mənə balıq ver, təzə açıram da, bilmirəm. Balıq vermə, dedi, nə qədər lazımdır? Dedim, bəs mənə balıq lazımdır, 5 dənə, 6 dənə də belənəsinə, yəni 2 kilo, 3 kilo. Dedi, yox, biz ancaq kasetlə satırıq da. Kaset nə qədər? 20 kilo kaset olur. Dedim, sən nə danışırsan, mən 20 kilo kaseti heç açmamışam, bilmirəm. Dedim, amma sən narahat olma, mən sənə vaxt olacaq, yığılayacam, ondan 10 dəyə göndər. Belənsə də indi, inşallah Allah qismət eləsin, o yüz bu yüz. Yəni, sözümün canı məqsəd var orada, 10 dəyə karovka. Sən nətər və ya 50 manat, 100 manat, məqsəd var. Gedirsən, məqsədim dayıcı gedirəm. Bəs bunu yığdım, dedim, bəs bir dənə karovka çörək arası göndər. Balıq göndər, skumbriya. Nəsə bir karovka göndər. Qardaş, bir karovkanın 10 kilosunu açmışam, marinamat eləmişəm, hazırdır. Qazanlarla. Özü çəkirəm, çəkirəm. Yenə reklam çəkirəm. TikTok, Instagram baxış gəlir. TikTok, Instagram baxış gəlir. Şükür Allah, bugün bizim Instagramda da səhifəmiz aktivdir. TikTokda da səhifəmiz aktivdir. Gəlir də, bu kütlə gəlir. Qış aylarına söz elə vaxtına çəkər. Görürsən, sentyabr ayıdır. Avqustun 16-sı. Avqustun 16-sı, sentyabr ayları, sentyabr, oktyabr, noyabr çörək arası işləyir. Mən bir karovka eləmişəm, 2 karovka, 2 karovka olub, 3 karovka, 3 karovka olub, 4 karovka, artıq gündə bir yalan olmasın 60 kilo gün ərzində, 55-60 kilo bir dənə balıq satıram. Menü var, menyuda dönər var, nə bilim, pizza var, firi var, falan bəsməkən. Yox, o şey görürəm ki, buna olmur da. Obyekt balaca, tələbat var. Mən bu firini verə bilməyəcəm və firini verirəm, filturda verirəm. Pizzanı verə bilməyəcəm, dönəri verə bilməyəcəm. Onların hamısını satışını saxlamışdım. Ancaq balıq, çörək arası, ancaq çörək arası balıq. Çörək sifariş verəndə 1500-1800-dən çörək verirdik. 1500-1800 çörək hamısı axşama satılırdı. Axşam hətta saat 4-ə 5-ə qədər işləyirdik. Başladığımız gündən bu günə qədər yəni dayanmamışıq. Həm zaman öz sistemimizdə, öz biznesimizdə yeniliyə doğru qaçmışıq ki, şükür Allaha. Əhmədli filialımızda günü bu günlərə fəaliyyət göstərir. Hüseyn, hər vaxtın xeyir. Yorulmayasan. Hüseyn bizlə artıq 2 il, 4 ay yaxındır
bir yerdə fəaliyyət göstərir. Birinci qədəmdə kuryer idi, elə idi. Bu günləri maşallah bir də balıqları göstərək. Burada bizim farel porsiyonlarımızdır və çörək arası farellərimizdir. Dəniz məhsullarından krevetka, kərə yağında güveçdə və s. və ilə axır. Qardaşlar, burada özümü çox rahat hiss edirəm, əziyyətim də çoxdur. Yəni bu küçədə özümü çox rahat hiss edirəm. Həm evim də bura yaxın olduğuna görə, bura doğmadır, çox doğma. İndi deyir, hər igidin bir dövranı var. Amma həmin dövrandan çıxmaq lazımdır. Vaxt getdikcə tələbat başladı azalmağa. Amma şükür Allaha bu gün də bizim çörək arası balıqlara tələbat var və biz restoran işləticilikdə, fast fooddan biraz kənarlaşdırsa, yenə bizim hər bir obyektimizdə çörək arası balıq var. Çünki o, yəni onunla başlamışıq, onunla da gedəcəyik. Bizim hər bir restoranımızda çörək arası balıqlar var. Gəlib əyləşib hamımış eləyə bilər. Yavaş-yavaş tələbat azaldıqca Əhməddəki obyektdə. Amma bu gün işləyir. Artıq 2 ildən çoxdur ki, obyekt fəaliyyətini göstərir. Yenə həmin çörək arası, həmin manqal. Dəyişən prosta obyektlərin ölçüsüdür, işçilərin sayıdır. Amma yenə orada da gedib çəkilişlərimizi eləyirik. Gördüyünüz şəkildə təmiz setkalarımızda manqalda bişən 13 manatlıq 400-600. Ay maşallah. Farel balıqlarımızı əldə eləmək üçün 28 və Əhmədli fillalarımıza yaxınlaşa bilərsiniz. Məkanımız ailəvidir. Voltla sifarişlərinizi verə bilərsiniz. Nar şarab da yanında da zoğal palçığı da olur yüksək səviyyədə. Bax qardaş, yolunuzu gözləyirəm. Yavaş-yavaş bəs gördüm ki, balığa tələbat acaq. Görən gördü, yeyən yedi, durub Xurdaldan, Sumqayıtdan gəlirdilər. Bu hər gün gələn deyir ki, gəldi bir də gördü videosunu, gəldi yedi dadına baxdı, fisyo. Amma səni tanıdı. Amma səhifə var. Düzdür, deməli bundan istifadə eləmək üçün iyun ayının 15-i 28-də getdim bir dənə baxdım, stomatoloji mərkəzi idi. Stomatoloji mərkəzi idi. Çevirmişlər stomatoloji mərkəz, verirlər icarəyə. Obyekt məkan olaraq çox gözəl məkandır. Süleyman Rüstəm küçəsində yerləşir. Süleyman Rüstəm küçəsində 12A-da yerləşir. Məkan yer olaraq çox qəşəng yerdir, çox gözəl yerdir. Gözüm tutdu, ürəyimə yatdı. Burada fikir ayrılığı var. Bura stomatoloji mərkəz, amma sən buranı işlətməlisən, bəs balıq satmalısan. Balığı da manqalda pişirsən axı. Nə etmək lazımdır? İş düşdü mənim üstümə, buraya yığmalıyam. Oram dizaynerdə mən olmuşam, elektrikdə mən olmuşam, santexnikdə mən olmuşam, sonra nə bilim, reklam şıkı başqası gətirirdi, amma onun adaptörünə qoşmaq falan besməkən. Bir ay yaxın mən orada özüm o işin üstünə əziyyət çəkmişəm. Və əziyyət də varsa, o ola bilməsin ki, Allah Taala onun bəhrəsini sənə verməsin. Əgər sənin ürəyin məqsədin varsa, ürəyin varsa, əgər sən onun dayıca gedirsənsə, hamısı qaydasındadırsa, sən ruzi bərəkəti Allah Taala verəcək. O inamla, yəni inancımız var da bizim. O inamla mən bu yola çıxmışam, bu gün davam eləyirəm. Şükür Allaha bir aydan sonra biz oranın işlərini gördük, divarları boz idi. İşlərini gördük, biz fəaliyyəti başladıq, 15 gündən sonra işlərimiz başladı. Orada krevetka mövzusu var axı burada. Krevetka, balıqdan oturdum, fikirləşdim ki, bəs mən balıqla başlamışam, hamı mənə balıqla tanıyır, bəs neyəyə bilərəm ki, daha gözəl olsun? Krevetka dürüm. Krevetka dürüm fikrə gəldi, bəs uşaqlar dilər ki, bu satılmayacaq, buna tələbat olmayacaq, nə bilim, kimdir gələn bunu alan falan, bəs məkan, krevetkanın içində dürüm. Bir dənə videosunu çəkdim. Şükür Allaha, videoya normal baxış gəldi. Səhərsi gün 100 kilo krevetka sifariş verdim, indiyənə qədər yadıma gəlir. Yəni, bunlar hamısı faktlardır, reallıqlardır, bunları görən kütlə var. Yəni, o milyon var ki, o videonu görüb. Xalqlarda bir dənə balaca bizim, xalqlarda parkın ortasında balaca bir dənə vaqonumuz var idi, belə deyim. Vaqonun qabağında videolar çəkirdim. Açıq havada da video çəkəndə TikTok, Instagram onu bəyənir. Yəni, ən çox elə videolar viral olur da. Yəni, açıq havada çəkilən videolar və orada danışmaq var. Səlis danışmaq var, sonra təntiməməlisən, çəkinməməlisən, eləməlisən də danışmalısan da, reklam eləyirsən, tələblər var ki, o reklamını səndən, sən onları eləməlisən. Bəs orada 100 kilo krevetka sifariş verdi qardaşım, bəs həmin 100 kilo krevetkanın yanında bir dənə şişi lavaşa bükdüm, reklam. Videoya yenə milyon baxış gəldi, yenə axın gəlir.
Gəlib krevetka, şaurma kimi alanlar var idi. Yəni həqiqətən gəlirdi 5 də krevetka dürüm, 10 də krevetka dürüm. Biz krevetka dürümlə biz 28-də fəaliyyətə başladıq. Buradan çəkilişlər eləyirik. 28-də mən onu satıram və yaxud şeydə Əhməddə satıram. Xaqrala parkın ortasında olduğuna görə 5-dən sonra açırdıq oranı. İndi Xaqraladakı fəaliyyət göstərmir, amma 28 və Əhmədli filiallarımız fəaliyyət göstərir. Birinci Əhmədlidə fəaliyyətim olub, ikinci Xaqralada park ortasında vaqonum olub, üçüncü işi böyüdmək məqsədi ilə krevetka burada tutub, tələbat var. Şəhərdən istəyirlər, mən 28-də görüb bəyənib stomatoloji mərkəzi fast food tipli restoran eləmişəm. Oranın mətbəxini yığmışam, kabinetini yığmışam. Mətbəx yığmaqda indi zarafat olmasın. 5 mərtəbəli bina, havalandırma, turba axıra qədər problemlər var, bilirsən, koncirmir, kanatakoçlar gəlir, oradan turba bağlayırlar falan. Orada yəni hər bir işdə də özüm, öz əməyim, öz zəhmətim, özüm şəxsən. Özüm olmasam, çünki mənim ürəyimiz olmur. Cünətərdir qaqa, salamatçılıqdır, yorulmayasan. Deməli, bura bizim 28 mayda yerləşən şöbəmizdir ki, tamı-tamına artıq 2 ilə yaxındır fəaliyyət göstəririk. 28 may Süleyman Rüstəm 12 A küçəsində yerləşir məkanımız. Sıfırdan stomatoloji mərkəzi olub. Biz burada sıfırdan əl əməyi, göz nuru. Məkanımızın girişində cuşəmiz var ki, bizim cuşəmiz. Əmim Seyranın şəkili və mənim xidməti dövrümdə, Kəlbəzərdə xidmət elədiyim dövrdə çəkdirdiyim şəkillərdir. Bibi, nətərsən ha Bibi? Salamatçılıqdır. Yorulmayasan, işlərim nətərdir? Bibi mənim dost doğma bibimdir. Allah can sağlığı versin, Allah ömür versin. Bura bizim mətbəx hissəmizdir ki, Allah köməyin olsun. Bura bizim mətbəx hissəmizdir ki, razdasiya. Yeməklərimiz buradan servisə gedir, açıq mətbəxdir. İkinci hissədə bizim manqalxanamız və ızqara otağımız yerləşir. Bura bizim kabinetimizdir. Hər şey qardaşlar, əl əməyi, göz nuru, gücümüz satandan eləmişik, min şükür. Görürəm tələbat var. İşlədiyi krevetkan, yavaş-yavaş krevetka dürümə mod azaldıqca mən vidi dəyişirdim. Krevetka dürümə mod azaldı, vid dəyişdi, krevetka güveç, krevetka kərə yağı, krevetka limonlu sosla. Qardaş, bunlar da işləyir partapaz, gələn bundan, gələn bundan. Bir variantım var. Billəm axı, aya vaxt gələcək, bu da indi biraz olacaq da, hamı yedi dadına baxdı, hər gün yeyə bilmir. Yəni, daim yeniləməlisən, daim yeniləməlisən, daim yeniləməlisən. Düzdür, bu artıq bunu sahibkarların hamısı bilir ki, daim yeniləməlisən. Amma mən danışıram, həqiqətən, sözün həqiqi mənasında yenilik olmalıdır mütləq şəkildə. Mən əgər Əhməddə qalsaydım, bu günlər Əhməddə qalsaydım, yenə bu gün də Əhməddə idim. Amma məqsəd varsa, sən açmısansa bunu və yaxud da bu işi qurmusansa, bu işdə böyüməyin yollarını axtar. Yollarını axtardıca tapacaq, Allah da Allah sənin qapılar açacaq. Açılan qapılardan istifadə elə, fikirləş, ağlın olsun. İndi şükür Allaha, yaşıma görə çox böyük danışa bilmirəm. İnşallah yadıma gəlir Cavidan. Birinci bizim tanışdığımız Əhməddəki balaca obyektdən oldu. Dün bəs belənçə çəkək, gənc biznesmen kimi. Dedim, mən günü bu gün də mən məsələn üçün özümü onda da dedim ki, gənc biznesmen kimi bəs görmürəm də. Yəni bu balaca obyekt, məndən böyük işlər görən var. Günün bu gün də məndən böyük işlər görən var. Yəni, amma örnək olaraq, mən şəxsən örnək olaraq başım dik, alnım açıq deyə bilərəm ki, yəni hamı baxıb örnək götürsün. Hamı baxıb örnək götürsün, yəni özümdən yaşca balaca dostlarımıza, tanışlarımıza, qardaşlarımıza demək istəyirəm ki, sən istək eləyəsən. Sənin də bir də belə pıçmayam, bir də atam var, bir də anam var. Başqa heç kim yoxdur, özüm kasıb oğlanam. Şükür Allaha, günü bu gün mənim anamla atam əvvəl rayonda evdə qalırdılarsa, günü bu günləri mən gətirmişəm Bakıya, onlara ev almışam, həmin evdə qalırlar, rahatçılıqlarını təmin eləmişəm. Bu mənim qazancımdır, bu mənim uğurumdur. Yəni, mən prinsiplərim var, məqsədim var. Məqsədə doğru gedirəm, qazanmağı fikirləşmirəm. Bu günlər mənim qazanmağım, mənim anamla atamın rahatçılığıdır. Onların rahatçılığı da, mən görmüşəm, məsələn üçün, su olmurdu, mama vedrə ilə su daşıyırdı. Amma bu günləri mamama deyirəm, mama kranta içi suyun gəlir sənə. Yəni, o şəraiti mən ona qurduqca, bu mənim qazancımdır. Mən bunu başa düşsən, yəni, şərtlər var ki, qardaşım, şərtlər var ki, məsələn, bu şərtlərin üçünə də əməl eləmək lazımdır. Birincisi, valideyn hüquqlardır ki, yəni, bunları pozmaq olmaz. Valideyn haqları var ki, bunları pozmaq olmaz.
Yəni bunlara sən riayət edirsənsə, sənin uğurların olacaq. Əgər valideynin sənin üzərində narazılığı varsa, sənin işlərin tamamilə yönsüz gedəcək. Nə var, nə? Salamatçılıq, sağ ol. İşlərin hərdə. Salamatçılıqdır. Çay verməyiblər sənə. Yox. Qəniyev, bir də çay ver də bura. İşlərin hərdə. Salamatçılıq, sağ ol. Maşının nətər oldu? Maşını da verdim, motor dəyişirlər. Sən nətərsən necəsən? Şükür Allah, balaxanlıydım. Çəkilişdir. İndi mən Seyran haqqında bir kəlmə deyim. Seyran Allah var eləsin. Bütün valideynlərin, övladların Allah salamat eləsin. Seyrandakı elə uşaqlıqdan poverlığa meyil olub. Elə evdə də dadlı yeməklər pişirirdi. Elə öz sənəti ilə bir dənə restoran, 2 dənə restoran, 3 dənə restoran, 4 dənə restoran, böyük arzuları var, böyük fikirləri var. Böyük arzu fikirlərlə əziz xalqıma xidmət eləmək niyyəti var. Allah canını sağ eləsin. Allah Teala bütün valideynlərin övladlarının uğurları ilə sevindirsin. Valideyn üçün çox xoşdur, övladın uğurlarını görəndə. Bütün valideynlərə arzulayıram, övladlarının uğurları ilə sevinsinlər. Hekayə qutusu olaraq da sizin komandaya təşəkkür edirəm. Bu hekayəmin elə bir qısaldılmış və remix formasıdır. Uşaqlıq, iş, məqsəd. Çünki mənim o yaşım yoxdur hələ. Mənim elə 23-24 yaşım var. Özümü hardasa indi də görmürəm ki, oturum danışım. Sahibkarların baxanda 70%-i özüm söhbətdə ol, dialoqda olmuşsan, 70%-i harada 22 yaşından sonraki həyatını danışır. 22 yaşında mən bəs filan yerdə qalırdım, filan əziyyətləri çəkirdim, bəhmən əziyyətləri çəkirdim. Amma təkəbbürü kimi olmasın, mən o 13-14 yaşlarından o şey gəlmişəm və mənim timsalımda mən tanıdığım bir çox sahibkarlar var. Bakıda bu günlər onlarla münasibətimiz var. Onlar bizi bəyənənlər, bizi çox bəyənənlər bizim əziyyətimizi görənlərdir. Yəni bizim əziyyətimizi görənlərdir ki, onlar da vaxtı ilə o harasa oturmaq üçün nə qədər əziyyət çəkiblər. Yəni məqsəd olmalıdır. Məqsədə doğru hərəkət eləmək lazımdır. Hərəkətdə əziyyət var, əziyyətdən qaçmamaq lazımdır. Mən xidmətim bu, mən məktəbdə oxumuşam, yenə əziyyət görmüşəm. Məktəbdən sonra işləmişəm, yenə əziyyət görmüşəm, zəhmət görmüşəm. Xidmətə getmişəm, yenə əziyyət görmüşəm, zəhmət görmüşəm. Biraz özümə boşluq vermirəm. Çünki insan övladı yox da. Yəni bu günləri mən gedib oturaram evdə, işlərim də qaydasında olar. Düz. Şükür Allah, hər şey də qaydasındadır. Amma mən özümə rahatçılıq verməyi xoşlamıram. Özümə istirahət verirəm. Ayda bir dəfə özümə istirahət verirəm, amma özümə rahatçılıq verməyi xoşlamıram. Özümə rahatçılıq verən kimi özümü başlayıram danlamağa. Çünki mənim özümdən başqa kimim var ki, indi şükür Allaha bəlli məsələdir ki, hər insanı öz qəbrinə qoyurlar. Düz, yəni hər insan sonda özünə görə cavab verəcək. Ona görə, yəni, dərin mövzular var Cavidan bəy. Hamısına toxunsuq bizim vaxtımız çox gedəcək. Bu gün də inşallah Balaxanda bizim möhtəşəm ailəvi zalımızın açılışı oldu. Orada da hər gün canlı musiqilərimiz. Balaxanı kəndində olan 4-cü məkanımızdır ki, artıq 16 gündə açılıb. Hər axşam şou proqramlarımız olur, tanınmış simaları səhnəmizə dəvət edirik. Əlbəq, axşamın xeyir. Nətərsən, salamatçılıqdır. Əli mənim uşaqlıq dostumdur. Balaxanı filialımıza yaxınlaşanda necə lazımdır, qarşılayırsan qonaqlarımızı, əyləşdirsən, xidmət yüksək sevilir. Köməyin olsun. Sağ ol, Əli. Sənə qurban olam. Abi, mən sənə qurban olum, başıma dönərəm. Allah səni ya Rəbbi yarasın. Bundan da artıq eləsin. Allah köməyim. Bizim Neftçilər filialımızdır. Gəldi. Niyə vurursan onu? Bizim hal-hazırda iş prosesimizdir. Yaxın ərazilərdə olan şirkətlərimiz var, fabriklərimiz var ki, bizdən təklif edirlər günorta abed vaxtı. Çörək arası balıqdan
başladım. Bu mənə deyibdi, bu mənim bir vəzifəli şəxs var. Mənə deyirdi, sən izləyirəm, deyir, çöl erasından başlamısan. Maşallah, bizim terasımızda 200 nəfər qonaq oturur. Yayda gəlmişdi, bazar günü deyir, çöl erasından başladım, terasa 200 nəfər adam yığmışsan. Balıqlarda böyüyürək. Əvvəl çöl erasında, indi qardaş boş qabdadır. Bildin nətər, yavaş-yavaş restoran açdıqca keçdi taxtıya. Bildin nətər abi. İndi bu yavaş-yavaş gəmi maketləri götürüb düzəltdirmişəm qoz ağacından. Yəni deyə bilərəm ki, o Bakıda ancaq bizim restorandadır. Amma mən başqa xarici dövlətlərin restoranlarına baxıb onu uğurlayıb götürmüşəm. O yatmışam, yuxuma girməyib mən. Mən də haransa götürmüşəm, amma bu bizdədir də, gəmidə böyründən alovlar çıxır. Taxta balaca oldu, keçdi gəmiyə. İndi şükür Allah, yəni yenə hər şey qaydasındadır. Məqsədlərimiz sözün həqiqi mənasında çox böyükdür. Bu uşaq vaxtında böyük olub. Böyüdükcə də böyüyüb.